Salam uşaqlar. Göndərdiyiniz sualların içərisində belə bir sual var. Bir A matrisinin elementləri, B matrisinin elementləri verilmişdir. A vurulsun B və B vurulsun A matrislərin hasillərini tapın və bu şərtdə də qeyd olunub ki, əgər mümkündürsə. Əlbəttə ki, biz istənilən matrisi götürüb başqa bir matrisə vura bilmərik. Əgər iki matrisi bir-birinə vurmaq istəyiriksə, burada bir qanuna uyğunluq gözlənməlidir. Birinci matrisin sütunların sayı ikinci matrisin sətirlərin sayına bərabər olmalıdır. Əks halda biz onları vura bilməyəcəyik. Məsələn, A vurulsun B matrisinin hasili mümkün deyil. Niyə? Çünki A matrisinin, bax, A matrisinin sütunların sayı, bax, A matrisinin sütunları sayı neçədən? 2 dənədir. B matrisinin sətirləri sayı isə 3 dənədir. Dedik ki, iki matrisi bir-birinə vuranda birinci matrisin A matrisinin B matrisinə vururuqsa, A matrisinin sütunların sayı B matrisinin sətirlərin sayına bərabər olmalıdır. Görürük ki, A matrisinin 2 dənə sütunu vardır. Yəni sütun dedikdə yəqin ki, siz bilirsiniz, köhnə videolarda izah eləmişəm. Bax, 1, 3, 2, 4 bunlar bu yuxarıdan aşağıya doğru sütun sayılır. Soldan sağa doğru isə sətir sayılır. A matrisinin 2 dənə sütunu var, amma B matrisinin sətirləri sayı görürsünüz ki, 3 dənədir. Ona görə bu A vurulsun B matrisinin hasili mümkün deyil. Bu hasil mümkün deyil. A vurulsun B matrisinin hasili mümkün deyil. Amma B vurulsun A matrisinin hasili mümkündür. Çünki B matrisinin sütunları 2 dənədir. Gördüyünüz kimi A matrisindəki sətirləri 2 dənədir və artıq biz B-ni B matrisinə A matrisinə vura bilərik. Vuraq. Deməli, yazıram burada. B vurulsun A matrisi. Bərabərdir. Hə. Deməli, uşaqlar, bu 1, 1-ə vurulur. 1 vurulsun 1. 1 vurulsun 1. Üstünə gəlinir. Mənfi 2, bax, belə vurulur da. Bu formada, elə bir. Biz B matrisini A matrisinə vuranda nə edirik? Bax, bu formada götürülür, bunun bax, bu sütununa vurulur. Aydın oldu mu? Məsəl üçün, sonra növbə ilə bu götürüləcək, elə bil, bax, buna vurulacaq. Sonra bu qaydada növbə ilə bu götürüləcək, məsəl üçün, bax, buna vurulacaq, sonra bunu. Yəni, uyğunluğu pozmamaq şərtləri. Bax, 1 vurulsun, 1. Üstünə gəlinsin. 3 vurulsun, 3 vurulsun, 3. Bunu yazdıq. Sonra indi bunu götürürük, bura vururuq. 1 vurulsun 2. 1 vurulsun 2. Üstünə gəlinsin. 3 vurulsun neçə? 4. 3 vurulsun 4. Sonra indi bunu götürürük. Mənfi 2 vurulsun 1. Mənfi 2 vurulsun 1. Üstə gəl. 2 vurulsun 3. 2 vurulsun 3. Sonra mənfi 2 vurulsun 2. Mənfi 2 vurulsun 2. Üstə gəl. 2 vurulsun 4. 2 vurulsun 4. Sonra mənfi 1 vurulsun 1. Mənfi 1 vurulsun 1. Üstə gəl. 0 vurulsun 3. 0 vurulsun 3. Mənfi 1 vurulsun 2. Üstə gəl. 0 vurulsun 4. Bu şəkildə. Bu da bərabərdir. Hesablamalarımızı yekunlaşdırsaq, burada olacaq neçə? 10. Burada olacaq 12, o da 2. 14. Burada olacaq, bu mənfidir. Mənfi 2, üstə gəlinsin 6. 4 eləyəcək. Burada olacaq mənfi 4. Üstə gəl 8. Müsbət 4 olacaq. Bu 1'dir. Mənfi 1 vurulsun 1'dir. Yəqin ki, mənfi 1. Burada mənfi 1 olacaq. Burada da mənfi 2. Üstə gəl 0. Mənfi 2. Bu şəkildə olacaqdır. Bu oldu B vurulsun A matrisi. O biri sualda da, 3-cü sualda da deyilir ki, A matrisi verilmişdir və fx funksiyası bu şəkildə bizə verilib, bizdən f-a-nı soruşur. Yəni ki, f-a nə deməkdir? Fx funksiyasında x-in yerində A matrisini biz yazmalıyıq. Bunu silək. Deməli, fx funksiyasında dedik ki, x-in yerinə A matrisini yazacaq. X kvadratı o zaman A matrisinin A matrisə hasili olacaqdır. Yəni, x kvadratımız nədir? X kvadratımız A matrisinin A matrisə hasilidir. A matrisi vurulsun A matrisi.
Bu da bərabərdir. 1, 3, 4, mənfi 2 vurulsun. 1, 3, 4, mənfi 2. Biz bilirik ki, istənilən kvadrat matrisi bir-birinə, yəni ki, biz vura bilərik, öz-özünə vura bilərik. Ha, deməli, bu vurulacaq, bax, bunun üstündən, düzdürmü? Birinci, bu elementlər. 1 vurulsun 1, burada yazıram üstə. 1 vurulsun 1. Üstə gəlinsin. 3 vurulsun 4. 3 vurulsun 4. Sonra bunu ikinci sütun elementlərdən. 1 vurulsun 3. Diqqətlə baxın. 1 vurulsun 3. Üstə gəlsin 3 vurulsun mənfi 2. Üstə gəlsin 3 vurulsun mənfi 2. Elə olacaq mənfi 6. Sonra indi bax bu sətrin elementlərini götürürük. 4 vurulsun 1. 4 vurulsun 1. 4 vurulsun 1. Üstə gəl. Mənfi 2 vurulsun 4. Elə sıx nə olacaqdır? 8 oldu. Pramol yazdım. Mənfi 2 vurulsun 4 vurulsun 3. 4 vurulsun 3. Üstə gəl. Mənfi 2 vurulsun mənfi 2. Bu da olacaq neçə? Müsbət 4. Bu da bərabər oldu. 1 buradan 12. 13. 3 çıx 6. Mənfi 3. 4 çıx 8. Mənfi 4. 12 üstə gəl 4. 16 şəklində. Bu oldu bizim elə bil x kvadratımız. Və sonra o 5'ə də vurulacaq. Sonra da A matrisi 7'yə vurulacaq. Onlar çıxılacaq. Üstünə də 2 gələcək. O 2'ni biz necə gələcək? Təbii ki, biz 2'ni də bir vahid matrisə vura bilərik də. Bax, 2'ni də vahid matrisə vura bilərik. Çünki biz matrisləri toplayırıq baxı. Bu bir 5x kvadratı bir matris olacaq. Mənfi 7x də bir matris olacaq. Bəs 2'ni onun üzərinə necə gələk? 2'ni də biz bir vahid matrisə vura bilərik. Vahid matrisə vursaq, o zaman biz görürük ki, bu sətirləri sayı 2, sütunları sayı 2 bir kvadrat matrisdir. Bu da həmçinin. Deməli, burada da mən vahid matrisi yazanda 2 vur 2 bir kvadrat matris yazmalıyam da. Çünki mən 2 vur 2, yəni kvadrat matrisləri toplayıb çıxıram. Ona görə mən buradakı vahid matrisi 3 vur 3 kvadrat matris yaza bilmərəm də. Ona görə də mən burada yazanda yazıram ki 1, 0, 0, 1 şəklində. Əgər buradakı 3 ölçülü bir kvadrat matris olsaydı, təbii ki, burada da mən vahid matrisi yazanda 3 ölçülü bir kvadrat matris yazmalıydım. Amma bu bilirəm ki, bax yazmışam, bu 2 ölçülü bir kvadrat matrisdir. Bu da bir 2 ölçülü kvadrat matrisdir. Ona görə bu 2'ni də 2 ölçülü bir kvadrat matrisə vurmalıyam. Bu da olacaqdır. 2 vurulsun 1 ilə 2, 0, 0, 2 şəklində. Demək belə. İndi 5x kvadratımız aydın məsələdir ki, bu 5'ə vurulacaq. Bax, burada yazıram. 5x kvadratı. Birbaşa yazıram bax. 5x kvadrat. X kvadratını tapışam. Bu 5'ə vurulacaq. O zaman olacaqdır nə? 65 5'ə vurulur. 5'ə vurulanda mənfi 15. 5'ə vurulanda mənfi 20. 5'ə vurulanda 80. 80. Sonra çıx 7x. Çıx 7x. X matrisimiz, yəni x'imiz bilirsinizlər, elə A matrisinin özüdür. A matrisi elə bil x'in özüdür də. Dəyişənimiz elə bil x'dir. Orada da dəyişənin yerinə deyir ki, A matrisini qoyun da. 7 vurulacaq A matrisinə. Olacaq 7. 7'ni 3'ə vuranda 21. 7'ni 4'ə vuranda 28. 7'ni mənfi 2'yə vuranda mənfi 4. Sonra üstünə gəlməliyəm 2. 2'ni də dedik ki, nətər yazırıq? İndi dedim, 2'ni vurduq vahid matrisə. Oldu nə? 2, 0, 0, 2 şəklində. İndi, bəs bunların toplayıb çıxanda nətər? Asanlıqla təbii ki. 60, məsələn, tutaq ki, bu yoxdursa, bu ikisini nətər toplayıb çıxırıq? Çıxırıq da, burada çıxmadı. 65'dən 7 çıxırsan, mənfi 15'dən 21 çıxırsan, mənfi 20'dən 28 çıxırsan, 80'dən 14 çıxırsan. Üstünə də bir dənə yekunda bunu gəlirsən də. Elə birbaşa bunu hesablaya bilərik, yaza bilərik. Yazıram. 65'dən 7 çıxdıq. Neçə elədi? 58. 58 çıxdım ha. 58 ilə üstünə 2 gəlməliyəm. Burada üstə gəldi uşaqlar. Üstünə 2 gəlsəm neçə olacaqdır? 60 olacaq. Sonra mənfi 15'dən mənfi 15 çıxılsın 21. Olacaq neçə? Mənfi 36. Üstünə 0 gəlsək yenə də elə mənfi 36
qalacaqdır. Mənfi 20 çıx 28 eləyəcək mənfi 48. Mənfi 48 üstə gəl 0 elə mənfi 48 olacaqdır. Sonra 80 çıx mənfi 14. Uşaqlar 80 çıx mənfi 14. 80 üstə gəlinsin 14 olacaqdır. O da eləyəcək neçə? 60, 80'dir də, 80, yox, 80 çıxılsın mənfi 14, 80 çıxılsın 14 olacaq, eləcək 94. 94'ün də üstünə 2 gələcək, olacaq neçə? 96. Deməli, bax, bu oldu bizim FA matrisimizin nəticəsi. Bu oldu bizim FA matrisimizin nəticəsi. Belə, bu qədər. O biri sualları da növbəti videolarda izah edəcəm. Sağ olun, özünüzə yaxşı baxın. Videonu bəyənməyi və paylaşmağı unutmayın. Diqqətinizə görə təşəkkürlər.